Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə. Bugün biologiya sınaq toplusu ABC Akademi sınaq 1-in izahına baxacağıq. Birinci cümləni tamamlayın. Anadonta bilirik ki, hermafrodit canlı deyil, ayrı cinslidir. Sürfə mərhələsinə parazitlik edir fikri doğrudur. Başayaqlılar sinifinə yox, ikitaylılar sinifinə aiddir. 2 kameral ürək yox, 3 kameral ürəyə malikdir. Ağciyərlərlə xeyir, qəlsəmələrlə tənəffüs edir. Bir də cavab B variantı olacaq. İkinci, X-in yerinə uyğun gələn ifadələri Euler Venn diaqramında qeyd edin. Bilirik ki, ilbiz və ikitaylı mollusklardan anadonta qeyd edilmişdir. Qəlsəmə anadontaya, qaraciyər hər ikisinə, mantiya ümumiyyətlə mollusklar tipinin xarakterik xüsusiyyətidir. 2 qulaqcıqlı ürək anadontaya, ayaq hər ikisinə, bir dənə ayaqları var. Ağciyər isə gölməçə ilbizinə gedəcək. 2, 3, 5, yalnız 2, 3, 5 cavab D variantı. Aşağıdakı qrafikdə bəzi parazit qurtlarının sorulmaz sayı göstərilmişdir. Qrafika əsasən doğru fikri seçin. 2 dənə sormacı olan zəli ola bilər, qaraciyər sorucusu ola bilər. Y-də isə 4 sormacı olandan Y-lə Z exnokok ola bilər. Və bir də ki, öküz soliteri ola bilər. X canlısının aralıq sahibi qaralmalı ola bilər. Əgər biz qaraciyər sorucusunu götürsək, bizdən doğru fikri istədiyinə görə aralıq sahibi qaraciyər sorucusunda gölməçə ilbiz olduğuna görə səhvdir. Y canlısının əsas sahibi ev heyvanı ola bilməz fikri, Y canlısının əsas sahibi ev heyvanı ola bilməz fikri yanlışdır. Əgər exnokoku nəzərə alsaq, it, pişik bunları götürə bilərdik. Z canlısının bağırsağı kor qurtarır. Onların bilirik ki, nə exnokok, nə öküz soliteri, onların həzm sistemi olmadığına görə bağırsağı kor qurtarır fikri doğru deyil. Y canlısı qarmaqçığa malik ola bilər. Y canlısı öküz soliteri götürməsək, exnokok götürsək, 2 cərgədə yerləşmiş qarmaqçıqlara malik olduğunu bilirik. Y variantında X canlısı boğumlu bədənə malik ola bilməz. Əlbəttə ki, X canlısı əgər zəli olsa, boğumlu bədənə malik olacaq. Ona görə Y-də getdi. Cavabımız D variantıdır. Dördüncüdə soxulcanın neçə növ orqanında azalma prosesi gedə bilər? Soxulcan hermafrodit orqanizmdir. Həm toxumluq növünə, həm də yumurtalıq növünə rast gəlindiyinə görə 2 növ orqanında azalma prosesi gedəcək. Hansı qurdun həzm kanalında qidanın hərəkət istiqaməti 2 tərəflidir? Baxırıq ki, hansı qurdun həzm kanalında öküz soliterinin həzm kanalı yoxdur, exnokokun yoxdur. Soxulcanın anal dəliyi var deyə 1 istiqamətlidir. İnsan askaridinin anal dəliyi var deyə 1 istiqamətlidir. Amma ağ planar və qaraciyər sorucusunda isə, yəni cavabımız D variantı 2 tərəfli istiqamətdə gedəcək. Həm ağızdan bağırsağa, sonra da isə geriyə doğru qayıtmış olacaq. 6-da eyni sayda götürülmüş göl ilbizi və anadontanın ürəyində cəmi 24 qulaqcıq vardır. Eyni sayda x qədər götürsək, göl ilbizinin ürəyi 2 kameraldır, 1 qulaqcıq, 1 mədrəciyi var. Yəni elə eyni sayda götürmüş göl ilbizi ürəyindəki qulaqcıq sayı elə 1-ə vurarıq. Anadontada da 2 dənə qulaqcıq olduğuna görə 2-yə vurarıq. 1x üstə gəl 2x, 3x bərabərdir. 24-ə x bərabərdir 8-ə. Tapdıq ki, sayları 8-ə bərabərdir hər birini. Bunların hər birində bir ayaqcıq olduğuna görə hərəsində 8, 8, 16 dənə ayağa rast gəlinəcək. Cavabımız B variantıdır. 7. Bir fərdin üzərində bir növ cinsi hüceyrə əmələ gəlir. Deməli, biz buradan hermafrodit orqanizmləri atmalıyıq. Hansı ki, öküz soliteri hermafroditdir, exnokok hermafroditdir. Ağ planarı hermafroditdir, qaraciyər sorucusu hermafroditdir. Ankilostoma isə sapqurtlar tipinə aiddir, ayrı cinslidir. Cədvəldə müasir qurtların bəzi nümayəndələrinə aid xüsusiyyətlər verilmişdir. Buna əsasən hansı mülahizə düzgündür? Xərqəvi əzələləri var, anal dəliyi var, qan damar sistemi var, bədən boşluğu var. Bu soxulcana aid fikirlərdir. Y-də qan damar sistemi yoxdur, anal dəliyi var, həlqəvi əzələsi də yoxdur. Deməli ki, bu sap qurtlara aid fikirlərdir.
Və digərinə baxırıq ki, nə bədən boşluğu var, nə qan damar sistemində anal dəlik, bağırsaq, kol qurtarır. Həlqəvi əzələlərə malikdir. Deməli, bu axplanari ola bilər. Baxırıq ki, Y, yəni sap qurdlar ayrıcinsli canlı ola bilməzdir. Əslində onlar ayrıcinslidirlər. X soxulcandır. İfrazat sisteminə malik canlı ola bilməz fikri yanlışdır. Metanefridi A tipli ifrazat sistemi var. Z canlısı şualı simmetriyaya malikdir. Z canlısı iki tərəfli simmetri olmalı idi, çünki axplanaridir. X hermafrodit canlı ola bilər. Bəli, X hermafroditdir, çünki soxulcan hermafroditdir. Bir cüt yumurtalıq, iki cüt doğumluğu var. Mayalanmaları çarpaz yolla getmiş olur. Y canlısının bilirik ki, sap qurddur. Həzm sistemi var. Amma burada olmur dediyinə görə səhvdir. Tip zəlisi 2 dənə sormacı var. Kalmarda bilirsiniz ki, 10 dənə qolcuğu var idi. Hər birində sormac olduğuna görə çoxdur deyirik. Öküz solterində 4 dənə sormac var. Qaraciyər sorucusunda 2 dənə sormac var. Yəni ki, K böyükdür S-dən, K böyükdür S-dən, K böyükdür S-dən, S böyükdür Z-dən bərabərdir Q-yə. Baxırıq ki, K böyükdür S-dən böyükdür, yəni cavabımız 9-da B variantı olacaq. 10-cu. Cədvələ əsasən doğru fikri tapın. Qurdlar əsas sahib insandır, aralıq sahib qaramaldır. Söhbət öküz soliterindən gedir. Öküz soliteri. Qaramal və kiçik ilbizdirsə, qaraciyər sorucusu. M-də isə it və insandırsa, söhbət exnokokdan getmiş olur. M qurdunun, yəni exnokokun sormac sayı 2-dir, 4 olmalıydı. K canlısı, yəni öküz soliterində ağciyərdə parazitlik edir fikri səhvdir. Nazik bağırsaqda parazitlik edir. L canlısı nazik bağırsaqda parazitlik edir fikri səhvdir, qaraciyərdə parazitlik edir. K canlısının ifrazatı düzünədir. K canlı, daha doğrusu inkişafı düzünədir deyir. Biz bilirik ki, K canlısı öküz soliteri artı qarmaqlı sürfə əmələ gətirir. Ona görə də sürfə mərhələsi varsa, dolayı yolla inkişaf gedir. M canlısı exnokokdur, sürfə mərhələsində çoxala bilir. Biz bilirik ki, exnokok sürfə mərhələsində ağciyərdə, dalaqda, yəni bir çox orqanlarda şizogoniya üsulu ilə çoxlu-çoxlu bölünərək qobuqlar əmələ gətirir. 10-cu da E variantı. 11. Verilən canlılardan hansı dərə-zələk hissəsinə malik deyil? Dərə-zələk hissəsi qurdlarda əmələ gəlmişdir, qurdlarda da bitmişdir. İnsan askaridi qurdlara aiddir. Axplanari yastı qurdlara aiddir. Soxulcan həlqəvi qurdlara, qum qurdu həlqəvi qurdlara, insan askaridi sap qurdlara, amma gəmi qurdu isə iki taylara aid olduğuna görə, molluskların nümayəndəsi olduğuna görə dərə əzələ hissəsinə malik deyil. Onların yəni dərə əzələ yəni hüceyrələrinə rast gəlinir. Miofibril yəni bunlarda artıq gəmi qurdunda yəni dərə əzələ hissəsindən söhbət gedə bilməz. Sonra cədvələ əsasən X-i tapın. Qaraciyər sorucusu fərz sayı 5-dir. Sormaçların sayı hərəsində 2-dən olmaqla 10 dənədir. 10 dənə öküz soliterində isə sormaçların sayı hərəsində 4-dən olmaqla 40 dənə edir. Cavabımız D variantıdır. Hansı qurdun həzm sistemində qidanın hərəkət sistemi bir tərəflidir? Axplanarinin anal dəliyi yoxdur. Öküz soliterinin ümumiyyətlə həzm sistemi yoxdur. Exnokokun həzm sistemi yoxdur. Qaraciyər sorucusunun axplanar kimi həzm sistemi olsa da bağırsağı kör qurtarır. Anal dəliyi yoxdur. Amma hərəkət bir tərəflidir olan, anal dəliyi olan uşaq biz quyruğunda gedəcək. 14-də yaşlı Evgenina Volvox'dan fərqli olaraq miksotrof qidalanır, ikisi də miksotrof qidalanır. Qamçılarla hərəkət edir. Yaşlı Evgenina bir qamçı ilə, Volvox 2 qamçı ilə hərəkət edir. Çoxlu xromatofora malikdir fikri doğrudur. Çünki yaşlı Evgeninada 20-25-ə qədər xromatofor var. Volvox'da 1 xromatofor var. Bir hüceyrəlidir, ikisi də bir hüceyrəlidir. İfrazat vakuoluna malikdir, ikisində də ifrazat vakuolu var. 15. Çoxalması zamanı sürfə mərhələsi olmur. Öküz soliterinin artıq qarmaqlı sürfəsi olur. Qaraciyər sorucusunun quyruqlu və kirpikli 2 formada növdə sürfəsinə rast gəlmiş olur. Soxulcan baramadan birbaşa özünə bənzər, yəni düzünə inkişaf edərək yeni balalar əmələ gəlmiş olur. Sifoid meduzasından bilirik ki,
bir neçə sürfəsi olur. Hansı ki, planula sürfəsi, meduza sürfəsi əmələ gəlmiş olur. Uzaq şərq kalmarının da özünə bənzər sürfəsi olur. Yəni digərləri sürfə mərhələsinin rast gəlinir, soğulcanda isə rast gəlinmir. 16. Zolaqlı kərtənkələ haqqında hansı fikir yanlışdır? Ürəyi 3 kameralıdırmı? 3 kameralıdır. Dadbilmə orqanı vardır. Əlbəttə ki, var. 2 qan dövranı vardır. Bəli, 2 qan dövranı da var. Onurğası boyun, döş, bel, oma, quyruq şöbələrindən ibarətdir. İstiqanlıdırmı? Xeyr, soyuqqanlı canlıdır. Müəyyən ərazidə bərabər sayda olan göl ilbizlərinin bərabər sayda məchul ədəd, anodonta məchul ədəd, ürək kameraları bilirik ki, 2 kameralı ürək göl ilbizindədir, 3 kameralı ürək anodontadır. Yəni 2x-in üstünə 3x gəldikdə 5x-imiz bərabərdir 35-ə, x də bərabərdir buradan 7-yə. Bu mollusklarda cəmi neçə lamisə çıxıntısı olar? Belə deyək, 7 dənə göl ilbizi var. Bilirik ki, anodontanın başı yoxdur, lamisə çıxıntısı yoxdur. Göl ilbizində isə deməli 7 dənə olduğundan onlarda 14 dənə 7 vurulsun 2. Çünki hərəsində 2 dənə lamisə çıxıntısı var. 14 dənə lamisə çıxıntısı olacaq. Exnokok, qaraciyər sorusu, öküz soliteri hər üçünə aid olan fikirləri seçin. Eyni tipin nümayəndələridirlər. Eyni tipin nümayəndələridirlər. Baxaq görək. Exnokok yastı qurdlar tipi. Qaraciyər sorusu yastı qurdlar tipi, öküz soliteri yastı qurdlar tipidir. Qaraciyər sorusu yastı qurdlar tipinin sorucu qurdlar sinifinə, exnokok və öküz soliteri isə lençəkli qurdlar sinifinə aiddir. Deməli, bir doğru fikirdir. Ayrıcinsli deyillər, hermafroditdirlər. Sormaçları yalnız qidalamaq üçün deyil, yapışmaq üçündür, parazitizmə uyğunlaşmadır. Tənəffüs sisteminə malik deyillərmi? Deyillər. Bədən boşluqları yoxdurmu? Bəli, yoxdur. Yəni cavabımız aid olan fikirləri seçin deyirsə 1, 4, 5 Y variantıdır. 19. Cədvələ əsasən x, y ifadəsinin qiymətini tapın. Soğulcanın bir fərdində azalma prosesinin baş verdiyi orqan. Bilirik ki, azalma bir cüt yumurtalıqda, 2 cüt toxumluqda 6 dənə. İnsan askaridinin dişi fərdində 2 yumurtalıq olduğundan azalma prosesi 2 orqanda gedir. 6-nın 2-yə, 3-ün 1-ə B variantı olacaq. Cədvələ əsasən x-i tapın. Qaraciyər sorusunun fərd sayı 6-dırsa, sormaç sayı 6 vurulsun 2, 12 dənə olacaq. Deməli, öküz soliteri də 12 dənədir. Sormaçların sayısı 4-ə vurduqda 48 dənə, yəni 20-də C variantı olacaq. Verilən fikirlərdən neçəsi doğrudur? Şirin su hidrasının bədənində yumurta hüceyrə və spermatozoid əmələ gələn zaman biz bilirik ki, meyoz bölünmə gedir və qamet yaranır. 6 növ hüceyrə müxtəlifliyi olur, səhvdir. 8 növ hüceyrə müxtəlifliyi olur. Çünki ən azından ektoderma qatında yumurta hüceyrə olacaq, spermatozoid olacaq, dərə-zərə hüceyrəsi olacaq, dalayıcı hüceyrə, aralıq hüceyrə, sinir hüceyrəsi. 6 dənə xaricdə oldu mu? Daxildə isə qamçılı həzm hüceyrəsi, vəzli həzm hüceyrəsi olmaqla 2 dənə də fərqlilikdə hüceyrə müxtəlifliyi rast gəlinəcək endodermada. Ümumilikdə 8 növ hüceyrə müxtəlifliyi oldu. 3 növ hüceyrə qamçıya malik olur. Bir spermatozoidin qamçısı olur. Bir də qamçılı həzm hüceyrəsinin qamçısı olur. Mühit şəraiti əlverişsiz olur. Bəli, əlverişsizdir ki, payız fəslində qamet əmələ gətirmiş olur. Yoxsa yaz olsaydı tomurcuqlanma yolu ilə çoxalardı. Hidra qeyri-cinsi yolla çoxalır. Fikri hal-hazırda yanlışdır. Cavabımız 2 olacaq. Torpaqda əlverişli mühit olduqda insan askaridinin yumurtasında baş verir. Biz bilirik ki, insan askaridinin sürfələri aerobdur. Yumurtası düşdükdə həmən udulan kimi o inkişaf etməz. Necə qəbul etdikcəsə, nəcis vasitəsilə elə kənarlaşar. Amma insan askaridi yumurtası kənarda normal rütubət, temperatur, hava şəraitində inkişaf edəcək və içərisində sürfə inkişaf etməyə başlayacaq. Yəni 22-də cavabımız B olacaq. Şəkildə göstərilən hər iki canlıya
aiddir. Şəkildə göstərilən hər iki canlı ilbiz və anadontadan söhbət gedir. Spiral halında burulmuş çanaq aiddir ilbizə. Qəzmələrlə tənəffüs anadontaya, hermafroditlik göl ilbizinə, mantiyaya malik olmaq ümumiyyətlə tipin xarakter xüsusiyyətidir. Baş, gövdə, ayağa malik olmaq isə ilbizə aid idi. Burada cavabımız D variantı olacaq. Yaşıl evqlenaya aid deyil. Yaşıl evqlenaya meksotrof orqanizmdir. Aiddir. Qamçılılar sinfinin nümayəndəsidir. Aiddir. İşğal əsas qırmızı gözcüyü var. Aiddir. 2 ədəd nüvəsi olur. Aiddir. 1 ədəd qamçısı vasitəsilə hərəkət edir. Bir dəqiqə. 2 ədəd nüvəsi olur. İnvizor tərliyə aiddir. Yaşıl evqleniyada 1 ədəd nüvə olmuş olur. Amma Y variantında 1 ədəd qamçısı vasitəsilə hərəkət edir fikri doğrudur. Deməli 24-də cavabımız D variantı olacaq. Soğulcanın qədər boğumunda en qədər metanefridi sayılmışdır. Bilirik ki, bir boğumda 2 dənə metanefridiyə rast gəlinirsə, demək ki, n bölünsün 2 bərabər olacaq boğum sayına. Yəni B variantına uyğun gələcək. 26-da qrafikdə parazit həyat tərzinə malik qurd və ya qurdların aralıq sahiblərinin bədənində sayının dəyişməsi əks olunmuşdur. Görürük ki, qrafikdən əvvəlcə qrafikdə belə deyək də aralıq sahibin bədənində sayının y saydır, say. X isə aralıq sahibinin bədənində deməli qurdların x aralıq sahibinin bədənində sayının Bu da aralıq sahibdir. Aralıq sahibin bədənində baxırıq ki, əvvəlcə stabil olur, sonra say artır, sonra da yenə gözləmə mərhələsində qalır. Bu qurd, məsəl üçün, ola bilər qaraciyər sorğusu, ola bilər exnokok, çünki onlar sürfə mərhələsində aralıq sahibin bədənində çoxalırlar. Baxaq. Bağırsağı olan qurd ola bilər, düzdür. Boğumlara malik exnokok olsa düzdür. Altqarmaqlı sürfə exnokok olsa düzdür. Aerob sürfəsi olan qurd ola bilər, qaraciyər sorğusu olsa düzdür. Anal dəliyi olan qurd ola bilər fikri yanlışdır. Çünki nə qaraciyər sorğusunun anal dəliyi yoxdur, bağırsağı kör qurtarır, nə də exnokokun ümumiyyətlə həzm sistemi yoxdur. Doğru fikri seçin. İnvizor tərliyin kiçik nüvəsi dağıldıqda. Bilirik ki, invizor tərliyin kiçik nüvəsi cinsi proseslərdə, böyük nüvəsi isə həyati proseslərdə iştirak etmiş olur. Əgər kiçik nüvəsi dağılarsa sadəcə çoxala bilməyəcək, amma böyük nüvəsi dağılar isə ümumiyyətlə yaşaya bilməyəcək. 28. Cədvələ əsasən x çıx y ifadəsinin qiymətini tapın. Paizdə ayrı cinsiyyətlidir. Hidranın bədənində olan xarici qat hüceyrələrin növ müxtəlifliyi 5 olar. Niyə 5 olacaq? Tutaq ki, erkək fərddirsə, spermatozoid olar, dərəzələ hüceyrəsi olar, aralıq, dalayıcı və sinir hüceyrəsi olar. Daxili qatda da ki, qamçılı və vəzili həzm hüceyrələri olar. 2 növdə. Bunların fərqini istəyirsə, 28-də cavabımız A olacaq. Sporlar tipinin nümayəndəsidir. Sporlar tipinin nümayəndəsi təbii ki, qriqarinlər, koksidikimlər. Qriqarinlərlə dərsliyimizdə tanış olmuruq. Koksidikimlərdən isə toksoplazma və deməli malyariya parazitindən oxuyub tanış oluruq. Müəyyən sayda yaşıl evqlenlərdə olan xromatoforların maksimum cəmi. Bilirik ki, maksimum say 25-dir. 25x bərabərdir 125 olarsa, söhbət 5 dənə yaşıl evqlenindən getmiş olur. Bu yaşıl evqlenlərdə olan, bilirik ki, yaşıl evqlendə bir nüvə, bir dənə də qırmızı gözlük olur. Ona görə də 5-i 2-yə vurarıq. Cavabımız 30-da C variantıdır. Müvafiq canlıların sayının bərabər olduğunu qəbul etsək, bu canlılarda cəmi nə qədər göz saymaq olar? Baxırıq ki, ürək kameralarının toplam sayı müvafiq canlıların sayının bərabər olduğunu. Yəni, x qədər göl ilbizindən var, x qədər anadontadan var və göl ilbizinin sayı, ürək kameralarının sayı 2 dənədir, anadontada 3 dənədir. Bu ikisinin cəmi 5x-dir. Bərabərdir 60-a, x də bərabərdir 12-yə. Demək ki, hərəsinin sayından 12 dənədir. Bu canlılarda cəmi nə qədər göz saymaq olar? Olacaq 24 dənə
31-də C variantı. Çünki təkcənə göl ilbizində gözlər var. 2 dənədir. Anodontanın başı yoxdur. Hiss orqanları da yoxdur. Yəni gözü onda olmur. Təkcənə 12 dənə göl ilbizini vurduq 2-yə 24 tapdıq. Verilən əlamətlərdən hansı hər üç canlı üçün ortaqdır? Bilirik ki, tip zəlisi, qaraciyər soğucusu, soxulcan, tip zəlisi və soxulcan həlqəvi qurdların nümayəndələridir. Qaraciyər soğucusu yastı qurdlar tipinin. Bədənin 2 üşəyim qatından ibarət olması ancaq yastı qurdlara məxsusdur. Sormacların olması yalnız tip zəlisi və qaraciyər soğucusuna aiddir. Qan damar sisteminin olması həlqəvi qurdlar tipinə aiddir, hansı ki tip zəlisi və soğulcana. Tənəffüs sisteminin olması, heç birində tənəffüs sistemi yoxdur. Bədənində 2 növ cinsiyyət hüceyrəsinin əmələ gəlməsi, yəni hermafroditizm üçünə də aid olduğuna görə cavab Y variantıdır. 33-də verilən fikirlərdən hansı yanlışdır? Soxulcanda ikinci bədən boşluğuna rast gəlinir fikri doğrudur. Yumurtalıqlarının sayı 1 cütdür. Elə yumurtalıqlarının sayı 2 cütdür yazdığına görə cavab yanlış istədiyinə görə B-dir. Metanefritlərin sayı hər zaman cütdür fikri doğrudur. Uzunlu əzəllər həlqəvi əzəllərin altında yerləşir. Deməli doğrudur. Qan damar sistemi qapalıdır. Bəli, qapalıdır. İnsan dizenteriya amöbünün 4 ədəd sistasını udmuşdur. Bilirik ki, bir sista 4 dənə nüvədən ibarətdir. Deməli 4 ədəd sistanın 16 dənə nüvəsi var. Nüvə. Və hər bir nüvə həzm sistemində sistadan çıxan ömüblərin bilirik ki, 16 dənə nüvənin hər biri 2 yerə bölünərək 32 dənə amöb çıxacaq. Həmin o 32 dənə amöbün hər biri 2 dəfə bölündü. 2 dəfə bölünəndə 64, ikinci dəfə bölündü 128 dənə yenidən əmələ gəldi amöb. Sonra yenidən insanı tərk etmişdir. Bilirik ki, həmin əmələ gələn dizenteriya amöbləri insanı tərk edəndə yenidən 4 nüvəli olurlar. 128-i vuraram 4-ə və cavabımız 512 edər. A variantı. Cədvələ əsasən x çıx y ifadəsinin qiyməti 42 olarsa, bu hidraların əmələ gəlməsində iştirak edən qametlərin sayı neçə olar? Maksimum simmetriya oxlarının sayı onun qolcuq sayına bərabərdir, yəni 12-dir. Minimum simmetriya oxlarının sayısı onun minimum qolcuqlarının sayına bərabərdir. Yaxşı, x-dən y-i çıxaram, cavabım olar 7. 7x, yəni 12x, 5x çıxdıq, 7x qaldı. 7x bərabərdir 42, x-i tapdıq ki 6 dənə. Yəni 6 dənə adi amöbün əmələ gəlməsində bir yumurta hüceyrə, bir spermatozoid cəmi 12 dənə qamet iştirak edər. B variantı. 36. Şəkildə soğulcanın önə doğru hərəkət edərkən bədən quruluşu təsvir edilmişdir. Şəkilə diqqətlə baxsaq görəcəyik ki, burada şəkil biraz qaranlıq düşübdür. Burada bu şəkildə olacaq. Demək ki, baxırıq ki, birinci hissədə həlqəvi əzələ yığılıb, uzununa əzələ boşalıb. Burada baxıram ki, uzununa əzələlər, belə yazaq da, uzununa bir dəqiqə, həlqəvi əzələnin boşaldığını, uzununa əzələlərin yığıldığını görürük. Digər tərəfdə isə əksinə həlqəvi əzələlərin yığıldığını, uzununa əzələlərin boşaldığını görürük. 2 rəqəmi ilə verilən hissədə həlqəvi əzələlər yığılıb. Biz nə yazmışıq? Boşalıb. Deməli, bir səhvdir. 1 rəqəmi ilə verilən hissədə həlqəvi əzələlər yığılıb. Doğrudan da biz elə yazdıq. Doğrudur. 3 rəqəmi ilə verilən hissədə həlqəvi və uzununa əzələlər yığılıb. Xeyr, həlqəvi yığılıb, uzuna boşaldığına görə səhvdir. 2 rəqəmi ilə verilən hissədə uzununa əzələlər yığılıbdır. Doğrudur. 3 rəqəmi ilə verilən hissədə uzununa əzələlər boşalıbdır. Fikri doğrudur. Baxaq görək, variantımız 2, 4 və 5 B variantıdır. Verilən qurdlardan hansı inkişaf sikli zamanı insanın həm böyük, həm də kiçik dövranında olacaq?
Bilirik ki, uşaqlar, exnokok bədənimizə daxil olduqda, yəni ağciyərlərə də gedə bilir, qaraciyərlərə də gedir, dalağa da gedir, orada qovuqlar əmələ gətirir. Yəni həm kiçik, həm də böyük qan dövranında rast gəlinir. İnsan asqaridə həmçinin bağırsağı sürfəsi dəlir, qapı venasından qaraciyərə gedir, ürəyin sağ hissəsinə gedir, oradan ağciyərə gedir. Həm böyük, həm də kiçik qan dövranında olur. Qaraciyər sorğusunu götürsək, insanda ancaq böyük qan dövranında ola bilər. Çünki qaraciyər deşir, kapilyar şəbəkəyə, oradan qapı venası ilə qaraciyərə gedir və yetkinləşərək parazitliyini edir. Öküz solterinin isə finnalı əti yedik. Sadəcə bağırsağımızda finnanın qabığı əriyir və yəni çıxaraq artıq yetkinləşir, nazik bağırsaqda parazitik edir. Uşaq biz quyruğu da bildiyiniz kimi uşaqların dırnağının arasında olur. Onu həzm sistemi vasitəsilə qəbul edir. Nazik bağırsağında yetkinləşib parazitik edir. Ankilostoma isə insan asqaridi kimi həm kiçik, həm də böyük qan dövranında rast gəlinə bilər. Yenə cavabımız 1, 2 və 6-dır. İnsan asqaridinin sinir sistemi qulaqətrafı sinir həlqəsi və arxaya doğru yönəlmiş sinir atmalarından ibarətdir. Sinir düyünü yoxdur, sinir həlqəsinə rast gəlinir, sinir sütunları vardır, köndələn atmalar isə yoxdur. Yəni cavabımız yalnız 2 və 3 olacaq. 39. Aşağıdakı sxemə əsasən yanlış fikirləri seçin. Baxıram ki, K nədir? Əsas sahibi insan, aralıqsa deməli öküz soliteridir. Qaramal, qaraciyər sorucusudur. M-də isə it insan exnokokdur. Birdə deyir ki, K qurdu insanın hər iki qan dövranında ola bilər. K qurdu insanın hər iki qan dövranında ola bilər. Öküz solteri, xeyr, bu yanlışdır. Çünki dedik ki, öküz solteri insanın ancaq elə qəbul etdiyi həzm sistemimizdən, elə həzm sistemimizdə də olacaq. Qan dövranımıza daxil olmayacaq. Söhbət qaraciyər sorucusundan gedir. Aralıq sahibi kiçik göl bizdə. Onun necə borlu sinir sistemi olsun? Borlu sinir sistemi xordallar tipinə aiddir. Yəni exnokok qurdun həzm sistemi reduksiya uğrayıbdır. Fikri doğrudur. Yəni ki, qaraciyər sorucusu qurdu insana sist halında yoluxur. Fikri doğrudur. Yəni ki, exnokok qurdun aralıq sahibi ikinci siqnal sisteminə malikdir. Belə deyək, M exnokokdursa, aralıq sahibi bəli ikinci siqnal sisteminə malikdir. Malik olduğuna görə burada yanlış cavablar A variantı 1-2-dir. Ağ planari öküz soliterindən fərqli olaraq sinir sisteminə malikdir. Hər ikisində sinir sistemi var. Dərə-zərə kisəsi hər ikisində var. Tənəffüs sistemi heç birində yoxdur. Amma həzm sistemi ağ planarda var, öküz solterində isə reduksiya uğrayıbdır. Sağ qurdlar tipinə aiddir heç biri. Çünki ağ planaridə yastı qurdlara aiddir, öküz solteridə yastı qurdlar tipinə aiddir. Sadəcə sinifləri fərqlidir. Ağ planari kirpikli qurdlar sinifinə, öküz solteri isə ləçəkli qurdlar sinifinə aiddir.